Kiyevdə Uşaq və Gənclər Sarayında Ukrayna müstəqilliyi uğrunda müharibə adlı sərgi açılıb. Burada Rusiya ordusuna məxsus pilotsuz təyyarələrin və raketlərin qalıqlarını, həmçinin Rus hərbçilərinin geyim və əşyalarını görmək olar. Bundan əlavə iki sərgi zalı Ukrayna müdafiəsi zamanı həlak olmuş Ukraynalı qəhrəmanlara Andrey Pilşikov və Badri Lalaşviliyə həsr olunub. Sərginin şüarı belədir: yadda saxlayın, unutmayın, qiymətləndirin. Bu sərgi Rusiyanın hərbi cinayətlərini dünyaya nümayiş etdirmək və eyni zamanda Ukrayna xalqının mübarizə ruhunun nə qədər güclü olduğunu xatırlamaq üçün bir fürsətdir. Kiyev Uşaq və Gənclər Sarayının direktor müavini Rita Kosyak bildirib ki, sarayda tez-tez hərbi mövzulara həsr olunmuş müxtəlif sərgilər təşkil olunur. Onun sözlərinə görə gələcək nəsillərin 11 il ərzində Ukraynalıların azadlıq və müstəqillik uğrunda apardığı mübarizənin hansı böyük itkilərə başa gəldiyini bilməsi və unutmaması çox vacibdir. Biz müxtəlif mövzularda tədbirlər təşkil edirik. Bugün gördüyünüz hərbi sərgi isə ziyarətçilər üçün xüsusi maraqlıdır. Burada hər kəs keçmiş hadisələrlə bağlı həqiqətləri öyrənə bilər. Belə sərgilərin əsas məqsədi heç olmasa faciələrlə dolu xatirələri qorumaqdır. Eyni zamanda bizi qorumuş və hazırda qorumağa davam edən qəhrəmanlar haqqında bilikləri yaşatmaq daha vacibdir. Bu qəhrəmanlar arasında müəllimlərimiz də var. Onlardan biri müharibədə həlak olan Badri Lalaşvili yeni texnologiyalardan istifadə edərək uşaqların dərsləri maraqla öyrənməsi üçün əlindən gələni edirdi. Geniş miqyaslı müharibənin ilk günlərində Badri Rusiyanın Ukraynaya doğru irəliləməsinin qarşısını almaq üçün Kiyev sərhədlərini müdafiə etməyə başladı. Burada onun mülki həyatda necə insan olduğu, necə qəhrəman kimi həlak olduğu və hansı mükafatlara layiq görüldüyü haqqında məlumat ala bilərsiniz. Uşaqlar bunu yadda saxlamalıdırlar. Biz isə bu barədə onlara real nümunələr əsasında danışırıq. Sərginin təşkilatçıları Rusiya-Ukrayna müharibəsi haqqında geniş məlumatlar təqdim ediblər. Bu məlumatlarda vurğulanır ki, müharibə çoxlarının düşündüyü kimi 2022-ci ildə deyil, əslində 2014-cü ildə başlayıb. Ukrayna Milli Hərbi Tarixi Muzeyinin şöbə müdiri Yevgeniy Şupik bildirib ki, o tez-tez uşaqlar üçün muzeydə, eləcə də bugünkü kimi kiçik sərgilərdə ekskursiyalar təşkil edir. Burada biz iki bölmə görürük. Birində qərb müttəfiqlərindən aldığımız müasir silahlar da daxil olmaqla Ukrayna hərbi texnikasını nümayiş etdiririk. Burada müasir təyyarələr və hava hücumundan müdafiə sistemləri də yer alır. Digər hissədə isə Rusiya raket və pilotsuz təyyarələrinin fraqmentlərini sərgiləyirik. Ziyarətçilər bilməlidir ki, bu raketlər və dronlar çox təhlükəlidir və onların yaratdığı təhdidə görə demək olar ki, hər gecə normal yata bilmirik. Amma hava hücumundan müdafiə qüvvələrimiz bizi qorumağa qadirdir. Xüsusilə müasir silahların tətbiqi nəticəsində demək olar ki, bütün növ Rusiya silahlarını effektiv şəkildə məhv edirik. Sərgidə həmçinin Liliya Averyanova müəllif turu keçirir. O hər gün Uşaq və Gənclər Sarayına gələrək ziyarətçilərə mərhum oğlu Rusiya-Ukrayna müharibəsinin qəhrəmanı Andrey Pilşikov haqqında danışır. Liliya Averyanovanın sözlərinə görə oğlu pilot olduğu üçün Ukrayna ordusuna müasir təyyarələr qazandırmaq naminə əlindən gələni edib. Хлопці, коли боролися на фронті, вони бачили, як ми втрачаємо. Andrey və silahdaşları cəbhədə olarkən Ukraynanın təyyarələri və pilotlarını necə itirdiyini gördülər. Onlar başa düşürdülər ki, Ukrayna ordusuna daha yaxşı silah və müasir texnika lazımdır. Müharibənin ilk günlərindən etibarən Andrey təyyarənin kokpitində olarkən beynəlxalq mediaya, o cümlədən Amerikan Səsi kanalına onlayn müsahibələr verirdi. O, Ukraynanın bu döyüşdə diqqət mərkəzində olması və ölkəyə daha çox silah göndərilməsi üçün çağırış edirdi. Buna görə də bütün dünya Ukrayna xalqının müstəqilliyi üçün hansı böyük bədəl ödədiyini bilməlidir. Ukrayna səmasını qorumaq üçün həyatını qurban vermiş ən yaxşı oğlan və qızların fədəkarlığını unutmamalıyıq. Ukrayna müstəqilliyi uğrunda müharibə sərgisi ilk növbədə uşaqları qəhrəmanlar və onların şücaətləri haqqında sadə və anlaşılan formada məlumatlandırmaq məqsədi daşıyır. Kiyev şəhərindən Seymur Şıxəliyev və Ceyhun Şüküroğlu, Amerikan Səsi üçün.